29-da saat 04 radələrində Masallı rayonu Xoşçobanlı kəndi ərazisində ailə münaqişəsi zəminində qətl törədilməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 1996-cı il təvəllüdlü Kamran Zərbəliyev qaynanası Aybəniz Məmmədovaya, həyat yoldaşı Arzu Zərbəliyevaya, baldızı Aysun'a və qohumu Fərman Qarayevə ov tüfəngi ilə xəsarət yetirib. Aybəniz Məmmədova hadisə yerində ölüb. Digərləri xəsarətlərlə Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların hər birinə ilkin tibbi xidmətlər göstərilib. Bir nəfərin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir. Digər iki şəxs cərrahiyyə şöbəsinə yerləşdirilib. Vəziyyətləri stabil qiymətləndirilir. Bir nəfərin isə həkimə qədər ölüm faktı qeydə alınıb. Kamran Zərbəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan cinayətin aləti olan Leon markalı ov tüfəngi götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən əlavə edilib ki, Kamran Zərbəliyev əvvəllər Masallı rayonunda polis orqanlarında qısa müddətdə polis nəfəri kimi xidmət edib. Öz raporta əsasında bir müddət öncə xidmətdən xaric olunub. Araşdırma aparılır.